Axırı 61-ci sualdır. X, Y, Z və T eyni dövrdə yerləşən əsas yarım qrup elementləridir. Birinci deyir, X elementi yalnız oksidaşdırıcı xassə göstərir. Yalnız oksidaşdırıcı xassə göstərən flordur. Flor 9, onu da parçaladıq. 1s2, 2s2, 2-5, 5 şəklində yazdıq. Deməli, buradan gördüyünüz kimi bu ikinci dövrdə. Deməli, bu X-də, Y-də, Z-də, T-də hamısı ikinci dövrdə olmalıdır. İkinci dövrdə olmalıdır. Sonra keçdik 2-yə. Y elementin sıra nömrəsi özünə yaxın təsirsiz qalsın. Sıra nömrəsindən bir vahid çoxdur. Ən yaxın burada heliumu götürdük. Heliumdan da bir vahid çox 3 edir sıra nömrəsi. Elədik Y 3. Mən neonu götürsəm uşaqlar artıq dövr dəyişəcəkdi. Dövr 3-cü dövr olacaqdı. Ona görə neonu götürmədik. Gəldik 3-ə. Z elementin sıra nömrəsi halogen sıra nömrəsindən bir vahid çoxdur. Halogenin sıra nömrəsi yəni flor deməkdir. Flor 9-dursa, deməli bu 10'ymuş. Düzdürmü? Z'imiz də bizdə oldu 10. Z'dir bu. T elementi hidrogen ilə -3. Deməli, -3 birləşmə gətirirsə, yəni oksidaşma dərəcəsi göstərirsə, deməli bu 8 tamamlamaq üçün 5 olmalıdır. Düzdürmü? Deməli, qrupu 5-dir. 5-ci qrupda yazdım 1s2, 2s2, P3. Bu da elədir 7. Sıra nömrəsi ilə də 7. Deməli, onda yazırıq ki, biz belə Y burada dayanır, T burada dayanır, X burada dayanır, Z burada dayanır. Niyə? Çünki hamısı eyni dövrdədir. Mən bunu belə yazdım. Və üstəgəlik sıra nömrəsinə görə ardıcıl düzdür. Baxın, Y sıra nömrəsi 3-dür. Ona görə birinci Y yazdım. T 7, X 9, Z də 10. Bunu belə göstərdim. İndi deyək ki, soldan sağa, yəni baxın bu şəkildə. Dövrü soldan sağa hansı ardıcılıqla yerləşir? Y, T, X, Z. Y, T, X, Z, B variantı. Aha, gəlin baxaq 63-cü suala. Sıra nömrələrini verib uşaqlar. Deməli, X-in sıra nömrəsini verib 3. Y-in sıra nömrəsini verib 19. Z-in sıra nömrəsini verib 13. Gəlin biz bunların qrupunu tapaq. Deməli, X3-ü parçalasam, alırıq biz buradan 2s1. Yaxşımı? 19'u parçalasam, deməli, Y19. Parçalasam, alırıq biz buradan 4s1. Qabağını yazmıram. Qabağını özünüz yazarsınız uşaqlar. Z13. Z13'ü də yazırıq 3s2, 3p1. Düzdürmü? Deməli, bu olur bizdə birinci A yarım qrupu. Bu olur bizdə birinci A yarım qrupu. Bu olur bizdə üçüncü A yarım qrupu. Bizdə bu A-nı bizdə nəyə görə yazırıq? SP varsa A-dır, D varsa B-dir. Üçüncündə üstlərini toplayıb. Baxın, 1, 1, 2-dən də 1 topladıq, 3. Ona görə yazdıq bunu. İndi gəlin baxaq. Deyir ki, doğru deyil. Baxın, deyil bizə. Səhvləri seçirik. Z-in oksidi əsas oksiddir. Uşaqlar, yadınızda saxlayın ki, əsasi oksiddə metallardır. Üçüncü A yarım qrupu bir Demək uşaqlar, baxın, 1, 2, 3 bizdən istəyir, doğru deyil. Z-in oksid əsası oksiddir, bu səhvdir uşaqlar. X və Y oksidləri hidrogenlə reduksiya etdi, metal alınır. X və Y birinci A yarım qrup metallar. Bunlar aktivdir, bildiyimiz kimi. Aktiv metallar. Aktiv metallarda hidrogenlə reduksiya edə bilmərik biz. Çünki aktiv metallar hidrogendən güclüdür. Deməli, bu səhvdir. Üçüncü, X və Y oksidlər adi şəraitdə suda həll olur. Bəli, düzdür. Qələvi metalların oksidləri suda həll olur uşaqlar. Deməli, bu düz oldu. Bizdə səhv oldu. 1 ilə 2. Gəldik bura. Deyir ki, X yalnız əsasi oksid. Yalnız əsasi oksid metal oksidlərdir uşaqlar. Deməli, metal. Yalnız turş oksidi və ən elektromənfi element. Ən elektromənfi element flordur uşaqlar. Baxın. Yalnız oksidaşdırıcı xassə göstərən ən elektromənfi element flordur. Flor da qeyri-metaldır. O da qaldı bizdə Y variantı. Aha, gəlin 64-də baxaq uşaqlar.
Deməli, deyir ki, Z-in minimumlaşma dərəcəsi -3-dür, x-in sıra nömrəsi 5-dir, x-in sıra nömrəsi 5-dir, düzdürmü? O zaman 5, 6 bura, 7 bura, 8 bura, 7 bura, 8, 15 ilə Z eləyir. 5, 6, 7, y-də 8 eləyir bizdə. Deməli, 5 olur, paylasaz görərsiniz ki, 2s 2p1-dir. Yəni, 2s 2p1-də göstərir ki, bu ikinci dövrdür. X ikinci dövrdür. Z də eləyir uşaqlar üçüncü dövr. Baxın, üçüncü dövr. İndi baxaq, deyir Y-in minimumlaşma dərəcəsi -2-dir. Bəli. Çünki biz Y-i necə yazırıq uşaqlar? 2s2 2p4 kimi. 2s2 2p4. Aydın məsələdir ki, bunun maksimumu müsbət 6-dır, minimumu da -2-dir. Ona görə bu düzdür. Gəldik ki, x-in maksimum dərəcəsi müsbət 3-dür. X-in bu. X-in də formulu, x-in formulu 2 S2 2 P1 2 üstə gəl 1, bəli, müsbət 3 maksimumdur. 2 də düzdür. 3-də deyir Z və Y formulu birləşmə əmələ gətirir. Deməli, baxın. Bunu qoyun silim. Buranı silə, səliqəni izah edin. Baxın, yazıram Y 8 60'ı 2 S2 2P4 ve bunları gösterelim. S2 bir yukarıdan biraz böyle çekelim. Biri yukarıda, biri aşağı. Sonra yine P'de de 3 tane çəkirəm. 3 tane çəkirik. 3'ü tam dolandan sonra çəkirik. Deməli, burada valent elektronu bizə nəyini göstərir? 2. Sonra keçirəm Z-də. Z-də 15. Bu necə yazılır Z? Yazılır 3S2 3P3 3D0 da var. Düzdür, 3D0. Bu da çəkilir belə. S daha sonra P3 düzdür uşaqlar. Bu şəkildə çəkdik. Sonra biz bunu burada keçirə bilərik. Yəni D-də 5 dənə boş var axı. 1 2 3 4 5. Yəni bu gəlib burada keçə bilər. Olacaq artıq bizdə bir dənə burada belə xətt. 1, ikinci burada, üçüncü burada, dördüncü burada, beşinci də burada. 5 dənə oldu mu? 1 2 1 5, yəni Y2 Z-də 5, 5 gəlir bura, 2 də gəlir bura. Z2 Y5, bəli, düzdür. Deməli 3 də düz oldu, 3 də düz olmuş oldu. 65-dən işləmişik uşaqlar. Ona görə yaza bilərsiniz. Gəlin 66-ya baxaq. 66-67 eynidir. Gəlin ikisinə də baxa bilərik. Gəlin birinə mən izah edeyim, birində siz işləyərsiniz. Məsələn 67. Deməli uşaqlar, baxırıq 67. Bizə bir cədvəl verib və bizə deyir ki, hansılar doğrudur. Gəlin birinciyə baxaq. Deyir Z-də, T-də qeyri-metallardır. Gəlin Z-i yazaq uşaqlar. Deməli Z deyir ki, ikinci dövrün 5-ci yarım qrupunda. Deməli ikinci dövrün 5-ci yarım qrupundadırsa, o zaman biz belə yazırıq. 2S2 2P3 kimi. Bu Z-də uşaqlar. T-də nə deyir?
Deyir ikinci dövr 6-cı yarım qrup. Onu da yazırıq 2s2 2 p4 kimi. Baxın, bunlar deyir qeyri-metaldır. Qeyri-metal olduğunu necə bilirik? Əgər qrup dövrdən böyükdürsə, bu qeyri-metaldır. Baxın, burada yazıram. Dövr qrupdan kiçikdirsə, bu olur qeyri-metal. Yaxşı mı? İndi bunu da sizə belə göstərək. Niyə belə oldu? Qeyri-metal. Deməli, baxın, burada dövrümüz 2-dir. Baxın, 2. Qrupumuz isə 2 üstə gəl 3, 5-dir. Deməli, qrup böyükdür. Deməli, bu qeyri-metaldır. Q-mı yazıram. Yəni, burada dövrümüz 2-dir, qrupumuz 6-dır. Bu da qrup böyük olduğuna görə qeyri-metaldır. Deməli, 1 düzdür. İkinciyə baxırıq. Deyir ki, Y və T bir-birlə birləşmə əmələ gətirir. Y, baxın, biz deyirik, birinci, ikinci, üçüncü qruplar metallardır. Bəli, Y metaldır. Y metal. Düzdürmü? T-də qeyri-metaldır. Baxın, burada gedir ki, T qeyri-metal. Metalla qeyri-metal birləşmə əmələ gətirə bilər. X və R bir-birlə birləşmə əmələ gətirmir. Baxın, X ikinci qrupdur, R də 8-ci qrupdur. Bu səhvdir, əmələ gətirə bilər. Metalla qeyri-metal əmələ gətirə bilər. 3 səhvdir. Deməli, cavabımız olur A variantı. Baxaq. Deyir ki, hansı doğru deyil? Gəlin aşağıdan yuxarı baxaq variantlara. R-in atom radiusu M-in atom radiusundan böyükdür. Baxın, yuxarıdan aşağı artır atom radiusu. R M-dən bir də belə artırdı. Yəni, M-dəki R-dən böyük olmalıdır atom radiusu. Amma deyir, R böyük. Deməli, səhvdir. Cavab oldu Y variantı. 69 da həmin qayda ilə həll edirsiniz. Burada deyir, doğru deyil. Baxın C-yə. Deyir ki, R Y-dən böyükdür. Xeyr, Y R-dən böyük olmalıdır. C variantı elir burada da. Gəlin 70-ə baxaq. Deməli, baxın, deyir X sıra nömrəsi 17-dir və bunlar deyir əsas yarım qrup elementləridir. X-in sıra nömrəsi 17-dir. X17-ni yazanda alırıq biz 3S2 3P5. Görürük ki, bu 7-ci A yarım qrupudur. 7A. Gəlin baxaq. Baxın, ya budur, ya da budur. Deməli, Y və Z 4-1 qalır. Baxın, Z və Y elementləri Z2Y birləşməsi əmələ gətirir. Z2Y. Uşaqlar, buradan Y 1 olur. 1. Z 1 olan cavab da B variantı. B variantı. Gəlin 71-ə baxaq. 71-də baxın, görürsünüz iyon rabitə. İyon rabitə uşaqlar. İyon rabitə metalla qeyri-metal deməkdir. Metal, qeyri-metal. Amma kovalent 2 dənə qeyri-metal deməkdir. Baxın, deyir ki, YL iyondur. Baxın, Y metaldır, L də qeyri-metaldır. Deməli, metal, qeyri-metal iyondur, düzdür. Sonra bizə deyir ki, T ilə TR4 birləşməsi əmələ gətirir. Baxın, T-ni də yazaq. R-i də yazaq. T yazılır.
3s2, 3ph2 kimi. Çünki 3-cü dövrün 4-cü qrupunda yerləşir T. 3s2, 3ph2 kimi. 4 dedim, elə 4-də yazdım. Və R yazıram. R də gördüyünüz kimi 3-cü dövr 7-ci qrupdadır. Yəni 3s2, 3p5. Aha. Bunu da çəkirsiniz uşaqlar belə. Oradan valentliklər tapırsınız və valentliklər tapana görərsiniz ki, T1, T4, R1-dir. Ona görə bu düzdür. Həm də belə baxın da T4 8 tamamlamaq üçün 4, R də 7 8 tamamlamaq üçün 1. Görürsünüz, elə oradan da almış olarıq. Üçüncü, deyir Z X-la Z, X2 Z birləşməsi əməliyyatı. X da Z də ikisi də metaldır. Metal necə birləşmə əmələ gətirə bilər? 3 səhvdir. 1 ilə 2 düzdür. D variantı. Aha, 72-də həmin sualdır. İndi burada da səhvlər istəyir sizdən. 73, 74 bunlardan bayaqdan işləyirik. Bir dənə yadınıza saxlayın ki, kovalent rabitə 2 dənə qeyri-metalın birləşməsindən əmələ gəlir. Gəlin biz 76-ya bir dənə baxaq. 76 deyir, doğru deyil. Deyir Z ilə T kovalentdir. Z də T də ikisi də qeyri-metaldır, bəli, kovalentdir. Z-in atom radiusu Y-dən kiçikdir, bəli, Z Y-dən kiçikdir. Çünki niyə? Belə idi da, düzdürmü? Y daha aşağıdadır, görürsünüz uşaqlar, daha aşağıda və daha solda. Ona görə Y atom radiusu daha böyükdür. Z daha kiçik. Deməli 2 düzdür. Üçüncüdə deyir T ən qüvvətli reduksiya edicidir. Ən qüvvətli reduksiya edici olmaq üçün ən aşağıda, yəni Y-dir ən qüvvətli reduksiya edici. T səhvdir. C oldu 76-da. 77-dən işləmişik. Ona görə yazar. Mən yenə çəkilmişəm, izah eləyirmişəm, amma çəkmirmişəm. Ona görə mən bir də izah eləmək məcburiyyətindəyəm. Gəlin, baxın, 78-də qalmışdıq. Aşağılar, burada deyir X9-sa, deməli aşağı 17-dir. Bura 17-sə Y 16, Z 18 eləyir. 16-nı payladım, elədi 3s2, 3p4. 3s2, 3p4-də, deməli, oxlaşma dərəcəsi maksimum müsbət 6. Niyə 4 ilə 2-ni toplayırıq müsbət 6? 8-də tamamlayanda mənfi 2 eləyir. Minimumda mənfi 2-dir. Maksimum müsbət 6, minimum mənfi 2-dir. C variantına baxın. Deyir ki, ən kiçik, ən böyük oxlaşma dərəcələri cəmi müsbət 2-dir. Xeyr, müsbət 6 üstə gəl mənfi 2, müsbət 4 eləyir. Ona görə bu səhvdir. Bizə nə səhv istəyir? Olur cavabımız D variantı. 79 onu kimidir? Gəlin 80-ə baxaq. Deməli, deyir ki, Y qələvi metaldır. Y qələvi metal olması üçün bu birinci A yarım qrup olmalıdır. Deməli, ona görə mən yazdım ki, tutalım ki, 3s1. Yazdığımın əvvəlini tamamladım. 1s1, 1s2, 1s2, 2s2, 2p6, 3s1. Bu da elədi 11. Deməli, Y 11 imiş. A plus 1 11-ə bərabərmiş. Deməli, A 10 imiş. Deməli, X 10-dur. Z də A plus 2, yəni 12-dir. Z də 12-dir. X-i də payladım, elədi 2s2, 2p6. Z də payladım 3s2. Ondan sonra gəldik nəticəni yoxlamağa. Deyir, biri başqa dövrdür. Həqiqətən də X ikinci dövrdür. Z ilə Y üçüncü dövrdür. Aha, baxaq, deyir 1. X başqa dövrdür. Bəli, X ikinci dövrdədir. 2. Z birləşməndə müsbət 2. Bəli, çünki Z 3s2-dir. 3s2-də metallar da qrupuna uyğun oxlaşma dərəcəsi göstərir. Yəni, ikinci qrupda müsbət 2 oxlaşma dərəcəsi göstərir. 3-də deyir, X təsirsiz qazdır. Bəli, niyə? Çünki 8-ci qrupdur. 2s2, 2p6, 2 üstə gəl 6, 8-ci qrup təsirsiz qazdır. Amma 4 səhvdir. Çünki X Z olub. Biri müsbət 2-dir, biri müsbət 8-dir. Ona görə X Z birləşməsi əmələ gətirmir. 82-də də yuxarıdan aşağı R-lim artır, radiusu artır, reduksiyacılığı artır, metallıq artır. Çünki deyir ki, sıra nömrə artdıqca. Sıra nömrə də qruplarda yuxarıdan aşağı artır. Baxın, deməli, radiusu artdı, metallıq gücləndi. Bunlar da artdığına görə elektron mənfil yazaldı. 1, 4, 6.